Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rəngini süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülür. Xəbər verilir ki, məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi AQDA tərəfindən nəzarətə götürülür. Aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarı və bazar ətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Rəngləyici xam maldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək. Bakıda mənzildə meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 112 qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin xüsusi riskli xilas etmə xidmətinin müvafiq xilas etmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.